Siz özünüz təqdim edin. Abuzərli İradə Fikrət qızı. Mən tarix müəlliməsiyəm. Uzun illərdə Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunda Elmi Tədqiqat Şöbəsinin müdiri, sonra Fond Şöbəsinin müdiri işləmişəm və uzun müddət dediyim kimi 20 ilə yaxın Gəncənin tarixinin tədqiq ilə məşğul olmuşam. Gəncə yaxın və Orta Şərqin ən qədim şəhərlərindən, strateji bölgədə yerləşən bir şəhərdir. O qədər danışmaq olar ki, Gəncə haqqında. Demək olar ki, mən Gəncənin qədim məhəllələrini qarış-qarış gəzmişəm. Xüsusilə də burada Gəncənin Bağmanlar deyilən hissəsində Ozan, Xəlfəli, Bala Bağman, Qızıl Hacılı məscidlərinin adını çəkmək olar. İmamzadə kompleksi isə bütün Azərbaycanda deyil, bəlkə də ətraf bölgələrdə məşhurdur. Dediyim kimi, Gəncə çox strateji bir bölgədir. İpək yolunun üzərində yerləşir. Buranın çox qədim tarixi var. Məsələn, mən sizə misal gətirə bilərəm ki, Gəncənin adı 5 dəfə dəyişdirilibdir. 1606-cı ildə Şah Abbas Gəncəyə hücum edərək Gəncəni azad eləmək istəyibdi. Deyə bilərsiniz nəyə görə? Bax, indi biz Xan bağındayıq. İndi o qədər ürəyimdə deyiləsi sözlər var ki, Gəncə haqqında. Bu Gəncədəki Xan bağı da 18-ci əsrdə Cavad xanın atası Şahverdi xan Ziyadoğlu tərəfindən salınıb. Burada çox nadir ağaclar var. Bu ağaclar Krımdan gətirilibdir, Yevpatoriyadan gətiribdir. Yəni buranın havasını bura gələnlər özləri hiss eləyirlər. Cavad xanın adını çəkəndə mən burada aşağıda biraz siz oda gedəndə zəhmət olmasa çəkərsiniz, qala divarının qalıqları var. Gəncə nəyə görə Şah Abbas Gəncəyə hücum edibdi 1606-cı ildə? Çünki Gəncə Osmanlılar tərəfindən, Osmanlıların tərkibində idi. 1588-ci ildə burada Krım tüylərindən olan Fərhad Paşa üçün qarnizon tikilmişdi. Bax, indi biz burada oturduğumuz yerdə o vaxt şəhər yox idi. Gəncə İmamzada tərəfdə, Gəncə çayının sağ və sol sahilində yerləşirdi. İndiki Nizaminin orada türbəsi var. Məsəti Gəncəvidir, Əbdullah Gəncəvidir. O vaxt ora bir şəhər idi. Lakin demək, Şah Abbas Gəncəni Osmanlıların azad eləmək üçün əvvəlcə öz vəziri sərkərdəsi Əmri Günə xan Qacarı 1603-cü ildə Gəncəni azad eləmək üçün bura göndərir. Lakin Gəncəlilər müqavimət göstərirlər Şah Abbasın qoşunlarına. Bir qədər sonra 1605-ci ildə öz vəziri Allahverdi xanı Gəncəyə göndərir ki, Gəncəni azad eləsin. Yenidən Gəncəni öz tərkibinə qatsın da Şah Abbas öz dövlətinin tərkibinə birləşdirsin Azərbaycanı. Lakin bu dəfə də Gəncəlilər müqavimət göstərirlər. Nəhayət 1606-cı ildə Şah Abbas öz qoşunları ilə tarixən formalaşmış müasir Gəncənin deyil, bura sonra formalaşacaq qədim Gəncənin ərazisinə özü hücum eləyir. 3 aya yaxın Gəncəni mühasirədə saxlasa da ala bilmir. Lakin o vaxtda artıq Avropadan silahlar alınırdı, dinamitlər alınmışdı. Onu qala divarlarının altına qoyurlar gecəykən. Qala divarlarını partladaraq girirlər şəhərlərə. Çünki Gəncəlilər çox mübarizdirlər. Mən xalq demərəm, Gəncənin əhalisi, yəni xalq biz türkük. Azərbaycan xalqı ümumilikdə burada yaşayanların adından götürülürsə, məsələn, milli mənsubiyyətimi soruşanda mən deyirəm ki, türkəm. Necə ki, ləzgi deyil, ləzgiyəm, tat deyir, tatam, udin deyir, amma mən milli, ümumilikdə ölkənin ailesi Azərbaycanlı götürülsə də, yəni mən milli mənsubiyyətimi soruşanda deyirəm türkəm. Yəni, buranı Şah Abbas qala divarlarını dağıdandan sonra Gəncəyə daxil olur və Gəncədən hayfını çıxmaq üçün, çünki uzun müddət 3 aya yaxın mühasirədə saxlayır. Siz niyə mənə təslim olmuşsunuz? Digər başqa şəhərlər Şah Abbas iş gəlməmişdən qabaq, məsələn, Naxçıvan idi, Ordubad ahalisi Şah Abbas hakimiyyətini qəbul edib Osmanlıları qovmuşdular. Amma Gəncə çox müqavimət göstərmişdi. Ona görə də buna acıqdan Şah Abbas Gəncəni darmadağın elətdirir. Artıq elə o şəhərdə yaşamaq mümkün deyil. Və 1606-cı ildə, bax, indi bizim burada oturduğumuz hissədə
burada Şeyx Məhəmməd Amili var. O da Şərqin məşhur memarlarından biridir. Gəncənin planını hazırlayır. Bilirsiniz ki, Şərq ölkələrində ilk öndə gələn tikililər başlayanda məsciddir, hamamdır, karvansaradır. Bax, burada yaxınlıqda karvansara, Şah Abbas məscidini, bir də orada çökək hamam var, onu saldırır və tarixən formalaşmış Gəncə həmin bu ərazidə yerləşir. Yəni adını dedim Şah Abbasdandan sonra buranın adını dəyişir, Abbasabad qoyur. Lakin əhali buranın adını qəbul eləmir. Abbasabad adını qəbul eləmir. Bu ad davam edir, yenə də Gəncə adını tələffüz edirlər. Nəhayət 1804-cü ildə Sisyanov əslində o Gürcü olubdu. Sisişvili familiyasını dəyişərək Sisyanov Ruslardan general, Çardan general rütbəsini alaraq Gəncəyə hücum edir. Çox təəssüflər olsun ki, xanlıqlar arasında birlik yox idi. Gəncə xanlığına heç bir xanlıqdan nə Qarabağ, nə Quba xanlığı, Fətəli xan, siz də Qubalısınız. Lənkəran xanı nə qədər məktub yazsa da hərə öz kürsüsünü, öz taxt tacını qoruduğu üçün Cavad xan tək qalır, öz oğlu ilə birlikdə, Hüseynqulu xanla birlikdə, bax elə həmin bu hissədə o qala bürcü qalıqları var, bax ora indi elə bir hissəsi qalıbdır. Həmin o yerdə gedəndə çəkərsiniz oranı da, öz oğlu Hüseynqulu xanla birlikdə döyüş meydanında həlak olurlar. Onu da deyim ki, bu Gəncənin ələ keçirilməsində yenə də bizim qatı düşmənlərimizdən olan ermənilərin rolu olur. Onlar gecə ikən öz nümayəndələrini Sisyanovun yanına göndərirlər ki, sən Gəncəni heç cürə ala bilməyəcəksən. Çünki ailesi çox mərddir, mübarizdir. Ondan sonra buranın suyu bol, çörəyi bol. Neçə ayda mühasirədə sağsan ala bilməyəcəksən. Sənə bir yol göstərək. Sən heyvanları kəs, qoyunlardır, inəklərdir. Bura suyu murdarla, onların qanını axıt Gəncə çayına. Ahalini elə təslim eləyə bilərsən. Çünki çimmək lazımdır, su qanlı gəlir. Çörək yoğurmaq lazımdır, o qanlı su ilə ola bilməz. Yəni, natəmizlik yaranacaq, xəstəlik yaranacaq. Sən şəhəri belə ala biləcəksən də. Sisyanov da görür ki, ağla batan fikirdir, elə deyir. Gəncə çayının suyunu murdarlayır və ahali susuz qalır. Ona görə bura İmam Hüseyin şəhəri deyirlər. Yoxsa İmam Hüseyin şəhəri burada olmayıb ki. Yəni, bunu Kərbələ müsibətinə bənzədirlər ki, orada da İmam Hüseyini məğlub eləmək üçün suyun qabağını kəsirlər. Burada da Cavad xanı məğlub eləmək üçün Gəncə çayından istifadə edirlər, sudan istifadə edirlər və beləliklə 1804-cü ildə yanvar ayının içində Cavad xan, oğlu Hüseynqulu xanla birlikdə öldürüldükdən sonra Ruslar şəhərə daxil olurlar. Gəncənin adını dəyişərək həmin gün Aleksandrın, 1-ci Aleksandr Çarın arvadını, Yezavetanın doğum günü olduğu üçün arvadına hədiyyə olaraq Gəncənin adını dəyişərək Yezavetpol qoyurlar 1804-cü ildə. Amma onu da deyim ki, bəzi mənbələrdə Gəncənin adı gedir Fars sözünə bağlanılır. Biri deyir Gen yerdir, Gəncə yerdir. Amma mən çox tədqiqatlar aparmışam. Bu haqda qəzetlərdə də, mətbuatda da danışmışam, televizorda da məlumat vermişəm. Gəncə Türk tayfaları tərəfindən salınıbdır. Onun da başçısı Cənnizə xan olubdur. Nəyə görə bunu biz daha çox doğru hesab edirik də? Çünki əgər bu yer adı ilə olsaydı, Fars adı ilə Gəncə olardı. Amma Türklər köçəri olduqları üçün onlar köçdükləri yerlərə öz adlarını verirlər. Məsələn, Şimali Qafqazda Gəncə adlı çay var, Dağıstanda Gəncə adlı aul var, Gürcüstanda Qançı deyirlər, Gəncə adına uyğun olaraq da. Dağıstanda, Neçənsə əsrə uyğun gəlir. Gəncənin tarixini bilirsiniz, mən durum tam dəqiq deyim. Çünki Nizami Gəncəvi 12-ci əsrdə yaşayıbsa. 12-ci əsrdə yaşayıbdır, çox qədimlərə gedir. Bəzilər 4000 il götürürlər, eramızdan əvvəl götürürlər də. Yəni mən bunu tam dəqiq deyə bilmərəm. Çünki müxtəlif mənbələr var. Hələ də araşdırılmalıdır Gəncənin tarixidir də. Hə, görürsünüz, bax bu Türk tayfalar hara gedirlər, harada məskunlaşırlar, ora öz adlarını verirlər. Demək, Gəncə Türk tayfasının adından götürülübdür. Başçılarda Cənnizə xan olubdur da. Demək, 1804-cü ildə Yezavetpol adlandırılır. Bu ad davam eləyir 1918-ci ilə qədər. Ta ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılır. 1918-ci il may ayının 28-də bilsiniz ki, Tiflisdə elan olunur. Lakin orada Leninin tələbi ilə güclərə təzyiq göstərilir ki, biz sizin müstəqilinizi tanıyarıq. Çünki 26-sında onlar öz müstəqillərini elan eləmişlər
keçmişdilər də mayın 26-da Seymdən çıxmışdılar. Ondan sonra bir gün sonra da bir çıxaraq 27-si gecə 28-də Azərbaycan müstəqil şərqdə ilk dəfə. Onlar Tiflisdən çıxandan sonra Bakıda bilirsin ki, Şamyanın başçılıq elədiyi Xalq Komissarları Sovetinin əlində idi. Bolşeviklərin əlində idi. Bakıya köçmək mümkün deyildi. Bakı Azərbaycanın döyünən ürəyi idi, qəlbi idi, ora getmək mümkün deyildi. Ona görə də bu missiyanı Gəncə özlərinə götürdü. Düz iyunun 16-sında Azərbaycan Xalq Cümhuriyyəti hökumət heyəti Gəncəyə köçdü. Bax, burada Aqrar Universiteti var, biraz yuxarıda görəcəksiniz. Aqrar Universitetin binasında fəaliyyətə başladılar. Düz sentyabr ayının 15-nə qədər. Burada çox mühüm qərarlar qəbul edildi. Azərbaycan dili haqqında, ordunun yaradılması haqqında. Onu deyim ki, demək, ilk dəfə olaraq şərqdə İlk Demokratik Cümhuriyyətin bayrağı Gəncədə dalğalandı. Bu yaxınlarda da biz 108 illiyini qeyd elədik. Yəni bu ad davam elədi 20-ci ilə qədər. 1920-ci ildə ki, Ruslar burada bolşeviklər Azərbaycanı işğal elədilər. Gəncənin adı yenidən dəyişdirilərək Bolşevik Kirovun adı ilə adlandırıldı ta ki 1934-cü ilə qədər. Lakin əhali bu adı qəbul eləmirdi. Hətta Yezavetpol adı olanda da elə bil Çar, burada qubernatorlar var da, Çar qubernatoru qərar qəbul eləmişdilər ki, əhali yenə Gəncə deyirdi. Əgər kim dedi Gəncə adı çəkərsə, ona 1 manat gümüş pul həcmində cərimə yazırlar. Amma yenə də Gəncəlilər məğlub olmurlar, öz şəhərlərini Yezavetpol adlandırmırdılar. Və nəhayət, siz yəqin o vaxtı uşaq olardınız, bizim hadisələr gözlərimizin qabağında cəryan elədi. 1989-cu ildə dekabr ayının 30-da xalq hərəkatının təsiri nəticəsində xalqın meydanlara axması, öz müstəqilliğimizi yenidən tələb eləməsi sayəsində Gəncənin bir çox ziyalıları da bu məsələni qaldırdılar. Mən də hətta burada mitinglərdə çıxış eləyəndə Gəncə adının qaytarılması tələbi ilə öz fikrimi bildirdim. Hətta Osman Sarıvəlinin bir misrası var idi. Bu misranı söylədim. 1000 qanun hökmündən güclüdür tarix. O nə oyuncaqdır, nə də əyləncə. Nə qədər adını dəyişsək də biz yenə el dilində Gəncədir, Gəncədir. Yəni bu alqışlarla qarşılandı. Çünki mən hamının ürəyindən belə xəbər verdim də. Doğrudan da 1989-cu il dekabrın ayının 30-da Gəncə öz əbədi və əzəli adını özünə qaytara bildi və bu şəhərdə böyük bir şənliklərə səbəb oldu. İndi nə gözəl təsadüf oldu ki, mən Qubadan gələn gənclərlə Bakıdan olan adınızı indi bilmiyorum. Ceyhun. Ceyhun bəylə. Ceyhun, Gülnar, Qəmər. Gülnarla, Qəmərlə, Ceyhun bəylə burada tanış oldum və bu haqda siz də nə şanslı insan oluyorsunuz. Mən təvzəkatdan uzaq olsa da ki, yəni mən sevindim ki, Gəncəm haqqında, dünyalar qədər sevdiyim Gəncəm haqqında gözəl məlumatlar sizə gərək ki, verə bildim. Mən Facebook səhifəmdə var, Instagram səhifəm, TikTokda da mən hər zaman o Gəncə haqqında çalışıram ki, məlumatları verim. Tarixi nöqteyi nəzərdən çox yaxşı oldu ki, bir tarixçiyə siz rast gəldiniz. Bax bu qədər. Yine nə sualınız varsa da verə bilərsiniz. Mən sizə Göygöl haqqında da məlumdur ki, o 1139-cu ildə zəlzələ zamanı Kəpəz dağı uçaraq, hətta Nizaminin payvalarını gərək İskəndərnamədə yerləri, göyləri dağıdan o zəlzələdən nə qədər şəhərlər yox oldu birdən. Dağlara, daşlara bir lərzə düşdü. Şəhər özü də su altında qaldı. Bax, belə bir misraları da dedi. Yüzüklər üzlərə çəkdilər mili, bürüdü şəhəri qəm matəm ilə. Yəni zəlzələ vaxtı Nizami bunu da yazıbdı, bunu da qeyd edibdi. Yəni bizim elə Gəncə həm də şairlər vətənidir, gözəl şairlərimiz var, gözəl ziyalılarımız olubdur burada. Elə Xanbağın özündə İsrafil Məmmədovun məzarı oradadır, yuxarı qalxsanız o büstə qof, burada yuxarıdadır məzarı. Bax orada büstü də var, məzarı da odur. Burada Qəmbər Hüseynlinin, o tərəfi keçsək, Cücələrin parkında Qəmbər Hüseynlinin yenə məzarı. Şamaxı zəlzələsi zaman 1902-ci ildə baş verən zəlzələ zamanı bura köçə Məhəmməd Hadinin, Gəncə çayının yaxınlığında, Dram teatr tərəfdə Məhəmməd Hadinin, Abbas Səhətin məzarları var. Nizami Gəncəvi, Əbdüllə Gəncəvi, Mərsəti Gəncəvi, nə bilim, Mirzə Şəfi Vazi, hələ yadıma düşən bunlardır. Burada çox gözəl ziyalılarımız dərs deyibdi. Əhməd Cavad burada dərs deyibdi Gəncə gimnaziyasında. Yəni yadıma düşən bunlardır ki, mən sizə bunları xatırlatdım. Çox sağ olun. Buyurun, mənim üçün də.
Hə, sağ olun, çox sağ olun. Hə, çox sağ olun. Məndə TikTokda gedir, aça bilərsən da yəqin. Buradan aç, Videonu buradan